Deməli uşaqlar diqqətlə fikir verin. Baxın, bu bizim Yupiterimizdir, düzdürmü? Və bu Yupiterin ətrafında özünün İo peyki var. Bu peyk əlbəttə ki, bu hissədə tutulmaya məruz qalır. Niyə? Çünki buradan günəşin işığı gəlib, bu Yupiterin arxasına keçə bilmədiyinə görə, bura kölgə olduğuna görə peyk burada olanda biz yer kürəsindən o peyki görə bilmirik. Amma peyk kölgədən çıxan kimi biz onu görürük. Baxın, günəşdən deməli şüa gəlir peykin üzərinə, peyk də həmin şüanı bizim üzərimizə əks elətdirir güzgü kimi. Yəni biz bu boyda məsafədən bu peyki görürük. Deməli bu birinci məsafəmiz olsun. Yəni burada bu qədər bir məsafə var gördüyünüz kimi. Düzdür? Sonra əlbəttə ki, məsələn zaman keçdikcə peyk irəli doğru hərəkət edir. Çünki necə ki yer kürəsi günəş ətrafında fırlanırsa, Yupiter peyki də yenə də günəş ətrafında fırlanır da bu şəkildə. Aha, indi burada həmən bu Yupiter peyki irəli gəldikdən başlayır uşaqlar. Yenə də biz bu hissədə Yupiter planetinin peykini görməyəcəyik. Yəni İo peykini yenə də burada görmürük. Amma bu kölgədən çıxan kimi biz buradan yenə də görürük. Yəni günəşin işığı yenə düşür peykin üzərinə, peyk onu bizə əks elətdirir. Amma fikir verirsinizsə uşaqlar, 2 nöqtəsindən peyk bizə gələndə, yəni eynən buradakı kimi buradakı məsafə onsuz da elə bu məsafədir. Çünki radius söhbəti var burada. Bu məsafədir. Amma yəni eyni uzunluğa çevrət olduğuna görə fikir verirsinizsə, birdə məsafəmiz x qədərdirsə, baxın bu x qədərdirsə, bu x-dırsa deyək buna. Buradan bax bu qədər də əlavə bir məsafə var. Və fikir verirsiniz bu məsafə nə qədərdir? Yəni belə baxaq da, bir nöqtəsindən hesablasam, bir nöqtəsindən 2 nöqtəsi arasındakı məsafə yerin diametri qədərdir. Yəni diametri qədər əlavə bir məsafə var 2 nöqtəsində. Deməli, bir nöqtəsində cisim bura gəlir. 2 nöqtəsində cisim bura gəlir, amma buradan da içəri keçməlidir. Və bir nöqtəsində, 2 nöqtəsində yerin diametri qədər fərq var. Yaxşımı? Və bu fərq nəyə səbəb olub bilirsinizmi? Bir nöqtəsində peyki görmə müddətimiz 2 nöqtəsində görmə müddətimizdən 22 dəqiqə tez baş verib. Yəni bir nöqtəsində sanki fikir verin uşaqlar, peyki daha yaxın deyilik. Bir nöqtəsində peyki daha yaxınıq. Amma 2 nöqtəsində yer günəşin digər tərəfinə keçdiyinə görə bizim peyki görməyimiz 22 dəqiqə daha gec olub. Yəni tutalım burada 5 dəqiqəyə görmüsünüzsə uşaqlar, bu tamamilə yəni elə belə bir misaldır. Burada 5 dəqiqəyə görmüşüksə, burada 27 dəqiqə sonra görmüşük. Ay müəllim, niyə belə olub? Çünki burada yer peykə daha yaxındır. Burada isə yer günəşin digər tərəfinə keçdiyinə görə peykə daha uzaqdır və bu uzaqlıq 22 dəqiqə ilə özünü göstərib. Yaxşımı? Deməli burada bizim zamanımız nə qədərdir uşaqlar? Zamanımız deməli t bərabərdir 22 dəqiqədir. Yaxşımı? 22 dəqiqə. Aha, bəs bu 22 dəqiqə nə qədər vaxt, nə qədər məsafə əmələ gətirir uşaqlar? Dediyim kimi diametr qədər fərqdir. Daha fikir verin, diametr qədər fərq. Yəni yerin diametri qədər fərqdir. Əgər sən buradan bura məsafə, bir də buradan bura məsafə. Nə qədər fərq var arada? Diametr qədər fərq var. Çünki bir nöqtəmiz buradadır, 2 nöqtəmiz burada. Aha, deməli məsafəmiz də diametr qədərdir. Və o zamanlar üçün uşaqlar yerin diametrini hesablamaq üçün təxmini qiymətlərdən əlbəttə ki, istifadə olunub. Yendirim qədim zamanlarda təxmini qiymətlər kimi belə deyiblər ki, 2,84 vuraq 10⁸ kilometr kimi qəbul edilib yerin belə deyək də diametri. İndi fikir verin, sən bir nöqtəsindən 2 nöqtəsi arasında diametr qədər fərq var və işığın bu diametr qədər fərqi getmək üçün 22 dəqiqəyə lazım olub. Çünki baxın bu nöqtədən gələndə müəyyən qədər vaxt gedib, amma diametr qədər çox məsafə gedəndə işıq 22 dəqiqə vaxt keçib. Deməli işıq diametr qədər məsafəni, yerin diametri qədər məsafəni 22 dəqiqəyə gedib. Onda sən buradan sürəti tapa bilərsən də. Deməli onda işığın sürəti qədim zamanlar üçün belə hesablanıb ki, əlbəttə ki, sürət həmişə məsafə bölək zamandır da. O da bərabərdir. Məsafəni 2,84 vuraq 10⁸ hesab ediblər və zamanlı uşaqlar burada təbii ki, saniyəyə çevrilməliyik də. 22 dəqiqəyə də vuranda 60-a, bu bizim üçün 1320 saniyə deməkdir. Düzdür? Onda 1320-yə bölürlər. Yəni burada 1320-yə də böləndə təxmini burada alınan qiymət uşaqlar 215.000 kilometr bölək saniyə olmuşdur. Və uşaqlar bu o zaman hesablaması üçün həqiqətən də işıq sürətinə ən yaxın zamandır. Onda işıq sürətinin təxmini necə hesablanır uşaqlar? Təxmini 2,5
%15 vuraq 10 üstü 8 metr bölək saniyə deyə bilərik. Amma həqiqətən indiki dövrümüzdə də işıq sürəti 3 vuraq 10 üstü 8 metr bölü saniyədir. Amma 1600-cü ildə 2,15 tapılıb. Yəni bu həqiqətən də çox yaxın bir göstəricidir. Yəni tapılma yolu da bu şəkildədir. Əgər qaranlıq qalan bir şey varsa soruşun. Yenə deyirəm, birinci halda peyk yerə daha yaxın olmuş kimi düşünün. Buradan belə peyki müəyyən qədər görüblər. Sonra 5 ay tədqiqat apardıqdan sonra peyk 2 nöqtəsinə gələndə buradan işığın gəlib çatmağı gəlib cismi 2-də yaxalayıb, yəni belə deyək. Və görüblər ki, peykdən bir nöqtəsindən gələn işıq 2 nöqtəsindən gələn işıq arasında vaxt fərqi var. 22 dəqiqə. Niyə? Çünki işıq burada artıq yol gedib. Həmin artıq yolda 22 dəqiqə gedib. Və o artıq yol nə qədərdir? Bir nöqtəsi ilə 2 nöqtəsi arasındakı məsafənin həqiqətən də diametri qədər olduğunu görə bilirsiniz. Deməli, işıq yerin diametri qədər məsafəni 22 dəqiqə artıq vaxta gedib. Məsafən var, vaxtın var. Bölürsən bir-birinə, sürəti təyin edirsən. Yəni qədim zamanlarda sürət bu şəkildə təyin olunmuşdur. Amma yəni müasir zamanlarda isə laboratoriya şəraitində təbii ki, işıq sürəti daha dəqiq bir şəkildə ölçülüb, bu artıq 1800-cü illərdə baş vermişdir. Yəni bu şəkildə.